Dikkat dikkat, bu ödənişləri gecikdirsəniz də adınız qara siyahıya düşməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev kredit büroları haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında həmin dəyişiklikləri şərh edib. Parlamentari dəyişikliyə əsasən bildirib ki, Azərbaycanda nisyan mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 min manatı keçərsə belə artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. Lerik və Astara dağlarında yetişdirilən 100% təmiz, xalis bal və hansı ki buna zəmanət verilir ki, tam 100% xalis baldır. Çünki əgər aldığınız bal xalis olmazsa, zəng edib ödənişi 2 qat geri ala bilərsiniz. İstəyir laborator qaydada, istəyir kustar üsulla bunu yoxlaya bilərsiniz. Söhbət Arçı Vidadinin Lerik və Astara dağlarında yetişdirdiyi baldan gedir. Alın və razı qalın. 051 546 39 39 yoxlaya da bilərsiniz. Bax bu dəqiqə zəng edin və yazın 051 546 39 39. Ölkənin istənilən yerinə çatdırılma da ödənişsizdir.